Salam. Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər neft və qaz sərgisində yerləşən SOCAR pavilyonuna xoş gəlmisiniz. SOCAR-ın stendi etibarlı tərəfdaş, güvənli enerji təchizatı konsepsiyası əsasında hazırlanıb. Stendin vizual konsepsiyası SOCAR loqosunun alov elementlərindən ilhamlanıb və enerjinin dinamik inkişafını əks etdirir. İnnovasiya, rəqəmsallaşma və qlobal fəaliyyət zonasında isə SOCAR-ın beynəlxalq layihələri, strateji tərəfdaşlıqları və rəqəmsal transformasiya təşəbbüsləri əks olunur. Milli enerjinin gücü zonasında isə ölkə daxilində həyata keçirilən strateji layihələr, dayanıqlı enerji infrastrukturu, istehsal sahələri və qabaqcıl texnoloji həllər təqdim olunur. Dayanıqlı gələcək və ətraf mühitin mühafizəsi zonasında isə insan kapitalının inkişafı, yaşıl enerji və ətraf mühitin mühafizəsinə yönəlmiş təşəbbüslər əks olunur. Stendin ən interaktiv hissələrindən biri də ekoloji təşəbbüs zonasıdır. Burada ziyarətçilər öz bitkilərini əkərək yaşıl gələcəyə simvolik töhfə verirlər. Və əlbəttə, virtual reallıq, VR zonası. Bu zonada ziyarətçilər virtual reallıq texnologiyaları vasitəsilə SOCAR müəssisələrinə virtual səyahət edə bilirlər. Əgər siz də Bakı Expo mərkəzindəsinizsə, SOCAR stendini ziyarətə dəvət edirik.